Azərbaycandan kənarda yaşayan bir neçə jurnalist və siyasi fəal baş prokurorluğa çağırılıb. Politoloq Ərastin Oruclu, tarixçi Altay Göyüşov, jurnalist Sevinç Osmanqızı və Qənimət Zahid, tənqidçilər Abid Qafarov, Beydullah Manafov da ardıcıllıqla baş prokurorluğa dəvət olunub. Onlar əsasən dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə maddələri ilə təqsirləndirilir və barələrində qiyabi həbs qərarı verilib. Adlarını çəkdiyim şəxslər ardıcıl olaraq Azərbaycan hakimiyyətini uzun illərdir açıq platformalarda tənqid edən şəxslərdir. Bundan əvvəl də bir neçə xaricdə yaşayan şəxslərlə bağlı cinayət işi açılıb və onlar barəsində həbs qərarı çıxarılıb. Azərbaycan hakimiyyəti ölkə içində olmayan fəallarla bağlı niyə həbs qərarı verir? Politoloq Ərastin Oruclu deyir ki, burada başlıca məqsəd hədəfdəki insanları təhdid etməkdir. Cəmiyyətdə xofu artırmaqdır. Repressiyanın mahiyyəti bundan ibarətdir ki, repressiya mütləq cəmiyyətdə xof yaratma effekti verməlidir. Üçüncü budur ki, hakimiyyət olduqca çətin durumdadır və bunu mən aylar əvvəl demişəm, dəfələrlə efirdən təkrarlamışam son 1-2 ay ərzində. Çox çətin durumdadır və indi hakimiyyət düşünür ki, ona qarşı hansısa cəmiyyətdə qabarmalar ola bilər, etirazlar ola bilər və qorxu yaratmaq istəyir ki, mən hətta əlim çatmayan ölkə xaricindəki şəxslərə qarşı da belə addımlar ata bilirəmsə, o zaman görün ölkənin daxilindəki insanlara kimlərsə etiraz eləyərsə, kimlərsə adi çörək tələb eləyərsə, uşaq pulu tələb eləyərsə, maaş tələb eləyərsə, iş tələb eləyərsə, yəni sırf sosial tələblərlə çıxış eləyərsə, görün mən onlara nə edərəm. Mən düşünürəm ki, əsas mesajlar bunlardan ibarətdir və eyni zamanda da hakimiyyət başlatdığı həmin o biabırçı kampaniya var idi. Güya Ramiz Mehdiyev hansısa dəstəsindən çevriliş eləyir, çevriliş hazırlayır. Təbii ki, o iflasa uğradı və əvvəlcədən də demişdim ki, bu iflasa uğrayacaq. İndi çalışırlar bu məsələlərlə yeni gündəm yaratsınlar. Özü barədə açılan maddələrə gəlincə, Ərastin Oruclu deyir ki, öz aktiv siyasi fəaliyyəti, siyasi şərhləri hakimiyyəti qıcıqlandırıb. Ən son hərbi paradla bağlı dediyi güc nümayişi yanlışdır fikri də bu qəbildəndir. Mən heç vaxt ölkəmdən siyasi mühacirət eləməmişəm. Mənim mühacirətim rəsmi olubdur. Yəni, Green Card lotereyası udmuşum ailəlikcə. Bunun əsasında mühacirət eləmişəm və mühacirət etdikdən sonra da 2 dəfə ölkədə olmuşam. Sonuncu dəfə 23-cü ildə və istədiyim zaman ölkəmə də qayıdacağam. Prokurorluq həqiqətən məni dinləmək istəyirsə, mən məmnuniyyətlə cavab verməyə hazıram. Mən hətta onların mənə qarşı irəli sürdüyü saxta ittihamı belə üzərimə götürməyə hazıram. Bir şərtlə ki, İlham Əliyev də Tərtər cinayətinə görə məsuliyyəti üzərinə götürsün. Bu barədə ümumiyyətlə çox danışmağa əsas görmürəm. Ona görə ki, Azərbaycanda nə hüquq var, nə hüquq mühafizə sistemi, Azərbaycanda hüquq, qanunvericilik, hüquq mühafizə orqanları adlanan qurumlar hamısı artıq hakimiyyətin oponentlərinə və həm də vətəndaşlara qarşı çevrilmiş cinayət alətidir. Belə bir ölkədə hüquqdan danışmağa dəyməz. Bu siyasi proses deyil, çünki Azərbaycanda hakimiyyət siyasi müstəvidən çoxdan uzaqlaşıbdır. Deməli, mübarizəni də elə onların məqbul saydığı metodlardan aparacaq. Çapı dayanan Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid hesab edir ki, ölkə daxilində təqib olunası jurnalistlərin olmadığı qənaətinə gələndən sonra hakimiyyət ölkə xaricindəki insanları daxili ictimai rəydə əzəmətini göstərmək niyyətidir. Hər halda mən belə düşünürəm ki, baxın, biz dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq insanları məhkəmə təqiblərinə məruz qoya bilirik və onları gətirəcəyik. Üçüncüsü, gerçəkdən və birbaşa Avropadakı blogerləri, jurnalistləri, politoloqları, ictimai siyasi fəalları qorxutmaq niyyətləri var. Hesab edirlər ki, bu niyyətlər, bu təqiblər hər halda kimlərisə qorxudub çəkindirə bilər. Ən azı bir president belə onlar üçün maraqlıdır. Bunu özlərinin qələbəsi kimi qeyd edə bilərlər. Və çox mühüm bir səbəb də odur ki, tamam, indikilərdən bəlkə heç biri qorxmadı, amma yenilərinin bu prosesə qoşulmasının qarşısını ala bilər. Xeyli sayda insanı
çəkindirə bilər mühacirlər arasındakı xeyli insan bu proseslərə qoşulmaya bilər, tərəddüd eləyə bilər. Amma mən bir ehtimalı da bura mütləq əlavə eləmək istəyirəm. Bu ən qorxulu ehtimaldır və Azərbaycan hökumətinin xarakterinə bələd olan bir insan kimi bu ehtimalı da kifayət qədər real sayıram. Rejim yəqin ki, xaricdə yeni terror dalğasını başlamaq niyyətindədir və bəribaşdan həmin terror dalğası üçün məsuliyyəti öz üzərindən bu yolla atmaq niyyətindədir. Bir terror hadisəsi baş verəndə argumentləri olsun ki, biz hüquqi yolla mübarizə aparırıq həmin adamlarla. Bu terror hadisəsinin nə təşkilatçılarına, nə icraçılarına bizim dəxlimiz var. Mən hesab edirəm ki, bu sonuncu versiya kifayət qədər realdır. Jurnalist deyir ki, özü barədə də cinayət işinin açılacağını gözləyirdi. Çünki bilirdi ki, auditoriyası olan, sözünün və çıxışlarının təsiri olan hər kəsə bu hədə qorxuların olacağı gözləniləndi. Bəs baş redaktor nəticəni necə gözləyir? Sırf nəzəri baxımdan hökumətin, belə deyək, özünün məntiqi ilə yanaşsaq bu prosesə, görünür, düşünürlər ki, məsələn, Interpola verərik, haqqında məhkəmə qərarı çıxarılmış adamların saxlanılması və ekstradisiyası ilə bağlı ən azı bilirsiniz, insanların vaxtını ala bilərik və yaxud mümkün olsa ki, düşünürlər ki, niyə də mümkün olmasın, ən azı bir nəfəri belə bu prosesin nəticəsi olaraq Azərbaycana gətirə bilsək, bunun özü də çox böyük bir təntənədir. Amma ümumiyyətlə hesab edirəm ki, kifayət qədər boş məsələdir. Interpol birincisi bu siyasi sifarişlər əsasında çıxarılmış, hətta məhkəmə qərarlarını da ciddiyə almaz. Baxmayaraq ki, Interpolun bəlli iş metodları da hamıya bəllidir. Ona risk eləməzlər. İkincisi, həmin bu mühacirlərin sığınma haqqı aldığı ölkələr, beynəlxalq konvensiyalara əsasən bu adamları Azərbaycan hökumətinə verməzlər, buna risk etməzlər. Açıq-aşkar beynəlxalq qanunların, həmin ölkələrin özlərinin də qəbul etdiyi beynəlxalq qanunların pozulması və öhdəliklərindən faktiki kobudcasına imtinanın sübutu ola bilər. Kim internet televiziyasının əməkdaşı olan Abid Qafarov Meydan TV-yə danışır ki, Azərbaycan hakimiyyəti siyasi arenada təhlükəsiz oyun yaradır. Ölkə daxili repressiyalar bitib, indi də transmilli, xaricdəki şəxslərin repressiyası başlayıb. Xaricdə yaşayan siyasətçiləri və yaxud da ictimai siyasi xadimlərə qarşı bu addım ona görə atılır ki, düşünürəm ki, Əliyevlər hakimiyyəti ehtiyat edir, tez-tez gündəmdə dövlət çevrilişi və yaxud da İlham Əliyevin özünə sui-qəsd, təyyarə qəzasından sonra manipulativ mülahizələri də eşitmişdik. Əlbəttə, təbii və yaxud da qeyri-təbii səbəbdən İlham Əliyev öz vəzifəsini yerinə yetirməyə bilər və belə olduğu halda hakimiyyətə Rusiyanın və yaxud da Əliyevlər hakimiyyətinin istədiyi adamı hakimiyyətə götürmək üçün mütləq ölkənin daxilində və xaricində bütün müxalif səslər susturulmalıdır. Bizim barəmizdə də cinayət işləri ona görə qaldırılır ki, hətta İlham Əliyevin başına bir iş gəlsə də, növbəti mərhələdə hakimiyyəti digər etibar elədikləri və yaxud da məsləhət bildikləri, istədikləri insana ötürmək üçün biz ölkəyə belə qayıda bilməyik. Niyə? Çünki hətta prezident özü olmasa da belə sistem yerindədir və siyasi mühacirlər bu halda ölkəyə qayıdacaq halda da hamısında həbs təhlükəsi gözləyir. Abid Qafarov deyir ki, öz şəxsinə qarşı açılan cinayət işi siyasi fəaliyyəti ilə bağlıdır. Təəssüflə qeyd edir ki, təcrübədə Rusiya, Ukrayna, Türkiyə və Gürcüstandan Azərbaycana təhvil verilən siyasi fəallar olub. Amma indi Avropa ölkələrində sığınacaq alan şəxslərin Azərbaycana təhvil verilməsi ağlabatan deyil. Heç kim təhvil verilməyəcək. Və hakimiyyət də bunu eləməklə Azərbaycan dövlətini bir gülüş predmetinə çevrilir. Çünki bütün dünya da zaten bilir ki, bunun nəticəsi olmayan bir cinayət işləridir ki, qaldırılır. Və bununla da növbəti dəfə dövlətin nüfuzuna, hüquqi müstəvidə ağır zərbə vurulmuş olur. Məsələnin hüquqi müstəvisinə də nəzər salmışıq. Hüquqşünas vəkil Fariz Namazlı deyir ki, 2023-cü ilin dekabrında Cinayət Prosessual Məcəlləsinə yeni fəsil əlavə olunub. Cinayət təqibi üzrə qiyabi icraat aparılır, təqsirləndirilən şəxs başqa ölkədədirsə, qaçıb gizlənirsə, özü olmadan istintaq həyata keçirilir və işə məhkəmə baxıb hökm çıxarır.
2023-cü ilin dekabrından əvvəl belə bir fəsil, yəni qiyabi icraat fəsli cinayət prosessual məcəlləsində olmadığına görə bu qaydada prosesi həyata keçirə bilmirdilər. Yəni bundan əvvəl hər hansı bir xarici blogerlər barəsində yəni baş prokurorluq tərəfindən və ya dövlət təhlükəsizlik xidməti tərəfindən müəyyən cinayət işləri başlayırdı. Sadəcə həmin şəxslər başqa ölkədə olduğuna görə onlar barəsində iş apara bilmirdilər, icraatı dayandırırdılar və iş də o formada qalırdı. Və indiki mərhələdə artıq məhkəmə hökmü çıxır və çox güman yəqin ki, hökumət belə düşünür ki, əgər həmin şəxslər barəsində hökm çıxdıqdan sonra bu hökmün icrasını tələb edə bilərlər. Yəni başqa ölkələrin hüquq mühafizə orqanları və ya Interpol vasitəsilə həmin şəxsləri Azərbaycana gətirilməsi, yəni ekstradisiya edilməsini həyata keçirə bilərlər. Yəqin ki, bunu o formada eləmək istəyirlər ki, göstərsinlər ki, Bakıda qiyabi icraat qaydasında işə baxılıb, bütün sübutlar toplanılıb və həmin sübutlarla tam təsdiq olunur ki, həmin şəxslər həqiqətən də hansısa bir cinayət edib. Amma əvvəllər, məsələn, həmin şəxs barəsində ibtida istintaq həyata keçiriləndə şəxs ölkədə deyilsə, onun barəsində icraatı dayandırırdılar və bu formada həmin şəxsləri ölkəyə gətirirə bilmirdilər. Çünki ilkin olaraq yetərli sübutlar olmurdu. Amma hazırda yəni məhkəmə hökmü çıxır, hökm qanuni qüvvəyə minir və hökumət də iddia eləyir ki, mən bütün sübutları toplamışam və həmin sübutlarla tam təsdiq olunur ki, bu şəxslər həqiqətən də cinayət törədib və ona görə də onları ölkəyə gətirmək olar. Yəqin ki, hökumətin düşüncəsi budur ki, artıq hökm çıxıbsa, deməli o şəxsləri ölkəyə gətirilmək daha rahatdır.